Salam. Bu videoda Python'dan dövr operatorlarına aid testlərin izahına baxacağıq. Bildiyiniz kimi Python'da dövr operatorları, yəni while və for çox vacibdir və imtahanlarda, istər abituriyentlər üçün, istər müəllimlər üçün olan imtahanlarda bu mövzudan çox sual gəlir. Mən bugün Udemy kursumda olan dövr operatorları ilə bağlı testlərdən bəzilərini izah edəcəm. Bu testlərin içərisində asan, orta və nisbətən çətin tipli testlər də olacaq. Udemy kursum haqqında ümumi məlumat YouTube kanalımda var. Bu videonun aşağı hissəsində də həmin məlumatları yerləşdirəcəm. İndi gəlin keçək testlərə və testləri birlikdə nəzərdən keçirək, müzakirə edək. Əvvəlcədən onu deyim ki, videonun uzunluğu biraz çox olacaq. Böyük ehtimal ki, 1 saatdan daha uzun olacaq. Ancaq məsləhətdir ki, sona qədər diqqətli formada testlərin həllini izləyəsiniz. Paragraf 13.6 Dövr operatorları while for. Test nömrə 1. Verilmiş kiçik kod hissəsi icra edilərsə, hansı nəticə çap edilər? A bərabərdir 128, while A böyükdür 4, A bərabərdir A bölünsün 2 və dövrün sonunda 4-cü sətirdə A çap olunur. Yəni, qısacası A 4-dən böyük olduğu müddətcə A-nı 2-yə bölmək lazımdır. 128 təbii ki, şərti ödəyir. 128-i 2-yə bölürük, aldığımız qiymət olur 64. Növbəti dövrdə 64 yenə şərti ödəyir, düşürük aşağı, 64-ü bölürük 4-ə, alırıq 16. Yenə təkrarən 16 böyükdür 4, bəli, 16-nı 4-ə bölürük, alırıq 4 və 4 böyükdür 4, yox. Baxın, bu tiplərdə çox diqqətli olmalısınız. Əgər burada böyükdür əvəzinə böyük bərabər yazılsaydı, o zaman while-ın şərti ödənərdi və siz yenə dövrə düşərdiniz. Burada isə sadəcə böyükdür şərti yazılıb, yəni 4 böyükdür 4, yox, while-ın şərti pozulur. Dövr bitir və dövrdən sonra gördüyünüz kimi print A komandası var. A-nın son qiyməti, yəni 4 çap edilir. Test nömrə 4. Kod icra edilərsə, hansı qiymət çap olunacaq? A, B bərabərdir 1, 5. Bu yazılışın mənasını bilirsiniz, asan bir yazılışdır onsuz da. A 1 qiymətini, B 5 qiymətini alır. Elə buradan da yazaq. Və gəldik. Nə qədər ki, A kiçikdir B. Əgər baxın, bu tip testlər sizə çətin olursa, belə bir şey deyə bilərsiniz. A, B, ilk qiymətlər nədir? 1 və 5. İlk qiymətləri buradan yazın. Elə başlayın növbəti qiymətləri də bura yazmağa. Və 1 kiçikdir 5. Bəli, A bərabərdir A vur 2. 1-i vururuq 2-yə, olur 2. B bərabərdir B üstə gəlir 2. 5-in üstünə 2 gəlirik, B olur 7. Təbii ki, buradan da yaza bilərsiniz 2, 7 şəklində. Və gəlirik təzədən 2 kiçikdir 7. Bəli, yenə A bərabərdir A vur 2, olur 4. B-nin üstünə 2 gəlirsiniz, olur 9. Yenə 4 9-dan kiçik bərabərdir. 8 və bunu 2 artırırsınız, 11 alırsınız. Yenə şərt ödənir. 16 və 11-i 2 artırırsınız, 13 alırsınız. Baxın, artıq A-nın qiyməti 16, B-nin qiyməti isə 13 olanda şərt pozulur. Bundan əvvəl 11 və 8 idi, o zaman şərt ödənmişdi. Və biz dövrdən çıxırıq. A plus B, yəni 16 plus 13, A və B-nin son qiymətləri toplanılır və 29 cavabını tapmış oluruq. Test nömrə 5. Verilmiş kod üçün dövrlərin sayını təyin edin. Baxın, 4-cü tapşırıqda olan kodun eynisidir. Əvvəl yazdıqlarımı geri qaytarıram və diqqətlə fikir verəsi olsaq, dövrlərin sayı nə deməkdir? Biz burada while-ın gövdəsində neçə dəfə əməliyyat aparmışıqsa, buradakı hər şeyi silirəm və bu dövrlərin sayıdır. Yəni, bu hissədəki hesablamaların sayı elə bizə dövrlərin sayını göstərir. Belə eləyə bilərsiniz sürətli formada. Deməli, A və B-dən ötürü uyğun olaraq qiymətlər birinci dövrdə 2 və 7 aldıq. A bərabərdir 1, B bərabərdir 5 idi. Birincini 2-yə vururuq, ikincini 2 artırırıq. Növbəti dövrdə 4 və 9 aldıq. Növbəti dövrdə 8 və 11 aldıq. Növbəti dövrdə 16 və 13 aldıq. 16 və 13 alandan sonra gəldik şərti yoxladıq və dövrdən çıxdıq. Beləliklə, baxın, birinci dövrdə 2, 7, ikinci dövrdə 4, 9, üçüncü də 8, 11 və dördüncü də 16, 13 hesablamış olduq. Ümumilikdə bizim dövrlərimizin sayı oldu 4. Test nömrə 6. Kodun icrası zamanı şərt neçə dəfə yoxlanılacaq?
Mötərizəyə baxırıq. A və B dəyişənlərinin qiymətləri neçə dəfə müqayisə olunacaq? Baxın, imtahanda belə bir sual düşsə, mötərizə sizə izah verməyəcək. Mən bu test daha açıqlayıcı olsun deyə belə bir izah qoymuşam. Mötərizə sadəcə kömək üçündür mötərizə. Yəni imtahanda kodun icrası zamanı şərt neçə dəfə yoxlanılacaq. Sadəcə bunu soruşacaq sizdən. İndi yenə bayaq yazdıqlarımı geri qaytarıram. Burada da eyni şəkildə bir yanaşma eləyəcəyik. Yəni baxın, biraz əvvəl nə etdik? Biz dövrləri saydıq. Dövrləri saydıq və dedik ki, dövrlərimizin sayı 4-ə bərabərdir. Yenə eyni koddur onsuz da, amma bu dəfə bizdən şərtin yoxlanma sayını soruşur. Gəlin qələmin rəngini dəyişim. Bax, A və B-nin qiyməti uyğun olaraq 1 və 5 idi. Biz birinci dəfə 1 və 5-i müqayisə elədik. Şərt ödəndi və düşdük dövrə. Bu hesablamanı icra elədik. Növbəti dəfə 2 və 7 müqayisə olundu. Yenə şərt ödəndiyinə görə düşdük dövrə, bu qiymətləri aldıq və gəldik təzədən 4 və 9-u müqayisə elədik. 4 kiçikdir 9 yenə də şərt ödənir, ona görə yenidən dövrə düşdük və növbəti hesablamalarda uyğun olaraq 8 və 11-i aldıq. Daha sonra qayıtdıq 8 və 11-i müqayisə elədik, yenə şərt ödənir, yenə dövrə düşdük, bu dəfə isə 16 və 13 qiymətlərini aldıq. Yenə gəldik while-ın şərtini yoxladıq. 16 kiçikdir 13. Bu dəfə artıq şərt pozuldu və dövr sona çatdı. İndi baxın, sayıram. 1, 2, 3, 4, 5. Şərt 5 dəfə yoxlanıldı. Yəni dövrdən çıxa bilməkdən ötürü də sən bu şərti yoxlamalısan. Ona görə şərtin burada yoxlanma sayı dövrlərdən birdən çox oldu. 4 dənə dövr, 5 dəfə isə şərt yoxlandı. Yəni bunu məntiq olaraq yadda saxlayın, əzbərləmək lazım deyil. İlk qiymətləri yoxlayırsan, əgər şərt ödənirsə dövrə düşürsən və yenə hər dövrdən sonra şərti yoxlayırsan, nə vaxt ki şərt pozuldu, şərtin pozulduğunu görmək üçün də yoxlamalısan da burada. Nə vaxt ki şərt pozuldu, artıq dövr sona çatır. Beləliklə 6 nömrəli testimizin cavabı oldu 5. Test nömrə 7. Kodun icrasından sonra S dəyişəninin hansı qiyməti çap ediləcək? A bərabərdir 528, S bərabərdir 0. Nə qədər ki A böyükdür 0, buradakı əməliyyatlar icra olunmalıdır. İndi bu testin həllinə diqqətli şəkildə fikir verin. Bax, burada icra olunan 3-cü sətirdəki, xüsusən 3-cü sətirdəki komanda və 5-ci sətirdəki komanda çox tez-tez qarşınıza çıxacaq testlərlə. Başlayırıq. A 528-dir. 528 böyükdür 0. Təbii ki, while-in şərti ödəndi, düşdük gövdəyə. N bərabərdir A, yəni 528 bölünsün 10-un qalığı. Buradan alırıq 2, A, 8. Sonuncu rəqəmi alırıq. Buradan aldıq 8, N oldu 8. Və S bərabərdir, S-in ilkin qiyməti nədir? 0. Bu yazılış S bərabərdir, S plus N deməkdir. Bunu mövzunun izahında göstərmişəm onsuz da. Buradan yazıram, S bərabərdir, S-in ilkin qiyməti 0, üstə gəl N, 8. Düşdük aşağı. Aşağıda, bunu da buradan yazacağım. A bərabərdir A, 528 bölünsün 10. Bu tam bölmədir, əvvəlki dərslərdən bildiyiniz. Burada cavab olur 52. İndi A-nın son qiyməti oldu 52. Və təzədən gəlirik. A-nın son qiyməti 52-dir. 52 böyükdür 0, bəli. N bərabərdir A. Hal-hazırda A 52-dir. 52, 52-ni 10-a bölüb qalığı tapırıq. Cavab olur 2. Və düşürük aşağı. S bərabərdir S. S-in qiyməti 8 idi. 0 plus 8-dən 8. Plus 1-dən də 2-ni topladıq. Və düşdük aşağı. 52 bölünsün 10. Buradan da aldıq 5 cavabını. Və yenidən gəlirik. 5 böyükdür 0. Bəli. N bərabərdir A, yəni 5 bölünsün 10-un qalığı. Elə 5-i 10-a böləndə qalıq 5-in özüdür. Aldıq buradan 5, gəldik bura. Plus 5 və gəldik aşağı 5 bölünsün 10-un tam hissəsi. Bax, 5-i 10-a böləndə tam hissə 0, qalıq 5-dir. Yəni 5-in içində 10 yoxdur axı, yerləşmir. Mövcud deyil. Ona görə A-nın da qiyməti olur 0. Və gəlirik 0-ı buraya yazanda artıq şərt ödənmir. 0 böyükdür 0, yox. While-in şərti pozuldu və print S. Deməli, əvvəlcə 8-i topladıq, sonra 2-ni oldu 10, sonra da 5-i aldıq 15 cavabını. 15 cavabı önəmli deyil. Burada əsas önəmli olan məsələ nədir? Əsas önəmli olan məsələ odur ki,
siz bu kodun məntiqini, mahiyyətini başa düşəsiniz. Yəni, neynədir bu kod? Nə iş gördü? Baxın, bizim ədədimiz 528 idi. Burada toplanılan ədədlərə baxın. 5, 2 və 8 və ya 8, 2 və ya 5. Hər iki istiqamətdə baxa bilərsiniz, fərqi yoxdur. Bu, daxil edilmiş ədədin rəqəmləri cəmini hesabladı. Rəqəmləri cəmini. Bax, testləri həll edəndə bəzi testlər sadəcə məşq eləmək üçün olur. Bəzi testlərin isə riyazi məntiqi bir mənası olur, nəsə bir məqsədi olur. Əgər testin məqsədi varsa, çalışın ki, bu məqsədi tutasınız, başa düşəsiniz. Belə olan hallarda, məsələn, növbəti dəfə bu üçüncü sətir n bərabərdir, n bölünsün 10 qarşınıza çıxanda və aşağıda n bərabərdir, n bölünsün 10, avtomatik olaraq fikirləşəcəksiniz ki, hə, demək ki, nəsə rəqəmləri burada bir-bir götürür, rəqəmlər üzərində nəsə eləyir. Məsələn, burada 4-cü sətirdə toplayırdı, başqa bir test ola bilər ki, rəqəmlərini vursun və s. Test nömrə 9. Verilmiş kodun icrası zamanı A dəyişəni üçün ardıcıllıqla 10, 20, 8 və 12 qiymətləri daxil edilərsə, S dəyişəninin hansı qiyməti çap edilər? N bərabərdir 0, S bərabərdir 0. Nə qədər ki, n fərqlidir 4-dən, dövrümüz davam edəcək. Baxın, burada aşağıda da n bərabərdir, n plus 1 var. Bunun məqsədi n-i bir-bir artırmaqdır ki, n nə vaxt gəlib 4-ə çatsa, bax, 4-ə çatanda n 4 olanda 4 fərqlidir 4, xeyr, şərt pozulacaq və çıxacaq. Hal-hazırda n-in ilkin qiyməti 0-dır. 0-ı buraya yazsa 0 fərqlidir 4, əlbəttə ki, şərt ödənir və gəlirik, bax, a-nı daxil etməliyik. A bərabərdir, integer, input a. İlk qiymətimiz şərtə görə 10 qiymətidir. Və gəlirik bura, if. Əgər a bölünsün 10 bərabər 0-dırsa, nə deməkdir? Əgər ədəd 5-ə bölünürsə, 5-ə bölünəndə qalıq 0-dırsa, 10 təbii ki 5-ə bölünür. O zaman s bərabərdir, s plus a. S bərabərdir, s-in ilkin qiyməti 0-dır. 0 üstə gəl 10. N-i bir dənə artırırıq, n olur 1. Bu dövrdən çıxmaq üçündür, bayaq dediyim kimi. Və təzdən gəlirik, 1 fərqlidir 4, bəli. A-nı daxil etməliyik. Şərtə görə növbəti qiymətim 20-dir. 25-ə bölünürmü? 20-ni 5-ə böləndə qalıq 0-dırmı? Bəli. Buradan yazırıq. Plus 20, n-i bir dənə də artırırıq. 2, 2 fərqlidir 4. Bəli. Yenidən düşdük. Yenə a-nı daxil etməliyik. Bu dəfə növbəti qiymətimiz 8-dir. Və 8 5-ə bölünürmü? Xeyr. Bax, if-in şərti ödənmədi. Bu əməliyyat icra olunmur və düşürük aşağı n-i artırırıq. N olur 3 və təzdən gəlirik. 3 fərqlidir 4. Bəli. A-nı daxil etməliyik. Şərtə görə ən son qiymətimiz 12-dir. 12 5-ə bölünürmü? Xeyr. Düşürük, n-i artırırıq 4. Yəni, şərt ödənmədiyinə görə bu əməliyyatı icra etmədik. Və 4 fərqlidir 4? Yox. Şərt pozuldu, dövrdən çıxdıq, s-i çap elədik. Nədir s-in qiyməti? 10 və 20-ni toplamışıq, 30. Cavabı tapdıq. Amma yenə deyirəm, burada əsas məsələ cavabı tapmaq yox, məsələnin, kodun məntiqini başa düşməkdir. Bu, verilmiş 4 dənə ədədin daxilində 5-ə bölünənlərin cəmini hesablayır. Belə riyazi görəndə daha arxain olursunuz və kodu daha rahat yazmış olursunuz. Səhv eləmə ehtimalınız da azalır. Ona görə təkrar bir də deyirəm, çalışın ki, kodların mahiyyətini, məntiqini tutasınız. Test nömrə 12. Kodun icrasından sonra nə çap olunacaq? I bərabərdir 1. Nə qədər ki, i kiçikdir 5, k bərabərdir a vurulsun i və i-ni bir-bir artırıb ən axırda k-nı çap eləyirik. I-nin ilk qiyməti 5-dir. Bax, bu ifadəni buradan hissə-hissə, etap-etap yazacağım. Əvvəlcə, k bərabərdir, a vurulsun, i-nin qiyməti 1. Bərabərdir, yəni sətiri a-nı 1-ə vururuq, nə alırıq? Bir dənə a. Və i-ni artırırıq, i olur 2. Gəlirik, 2 kiçikdir 5, bəli. K bərabərdir, a vurulsun 2, alırıq buradan a, 2 dənə a. Və gəlirik, bunu eləyirik 3. 3 kiçikdir 5, bəli. K bərabərdir. A vurulsun 3, alırıq 3 dənə A. Və gəlib bunu artırırıq, olur 4. 4 olanda yenə şərt ödənir, düşürük aşağı. K bərabərdir. A vurulsun 4, alırıq 4 dənə A buradan. Və gəlib bunu artırırıq 5. Bax, indi əsas məsələ buradadır. I 5 olanda 5 kiçikdir 5, xeyr, dövr pozuldu və K-nın son qiyməti, dövrün şərti pozuldu daha doğrusu. K-nın son qiyməti 4 dənə A. A çap olundu.
Əslində baxın, siz bunu belə etap-etap getməyə bilərsiniz. Yəni əgər mahiyyəti, məsələn, mahiyyətini başa düşdünüzsə, birbaşa fikirləşə bilərsiniz ki, ən son k-nın qiyməti 4 olanda bu şərt ödənəcək və burada k bərabərdir a vur 4 alınacaq. Yəni bu üstdəkiləri yazmadan da birbaşa bu cavabı ala bilərsiniz. Amma təbii ki, bunun üçün sizin müəyyən bir test yazma praktikanız olmalıdır. Python üzərində işləməlisiniz ki, bu tip kodları elə baxan kimi görəsiniz ki, məna nədir, mahiyyət nədir. Yəni praktika, çox test yazmaq önəmlidir və kompüterdə də kod yazmaq təbii ki, önəmlidir. Test nömrə 13. Verilmiş kod icra edilərsə, aşağıdakılardan hansı çap edilər? I bərabərdir 1, k bərabərdir a. Nisbətən, baxın, bayaqkına oxşardır, amma baxaq görək fərqli bir şey varmı burada? K bərabərdir k vur i. Bayaq k bərabərdir a vur i idi. Burada isə k bərabərdir k vur i yazılıb. Yenə buradan yazacağım mən bunu ardıcıllığına. Deməli, k bərabərdir. K-nın qiyməti nədir? A-dır. A vur i, i-nin ilk qiyməti 1-dir. Buradan oldu a. K-nın qiyməti a-dır. Və i-ni artırdıq. i 1 idi, oldu 2. 2 kiçikdir 4. Bəli, k bərabərdir. İndi baxın, k-nın son qiymətini buradan götürməlisiniz. A vurulsun i 2-dir. 2. Buradan alırıq bunu. A. Və gəlib bunu artırırıq. Olur 3. 3 kiçikdir 4. Bəli, k bərabərdir. K-nın son qiyməti a. Vurulsun i-nin son qiyməti 3. Bax, 2 dənə a var. 3-ə vururuq. Yəni bunu 3 dəfə təkrar yazmalıyam. 1, 2, 3. Bax, belə bir nəticə aldıq. Və i-ni artırdıq, elədik 4. i 4 olanda 4 kiçikdir 4. Xeyr, while-in şərti pozuldu və print k. A. 6 dənə a almış olduq. Əvvəlki ilə fərqi nədir? Əvvəlkində k bərabərdir k vur i yazmışdı. Burada k bərabərdir, əvvəlkində k bərabərdir a vur i yazılmışdı. Qayıdıb bir də videonu çəkib baxa bilərsiniz. K bərabərdir a vurulsun i. Burada isə k bərabərdir k vur i. Yəni hər dəfə k-nın son qiymətini gətirib burada yerinə yazıb bu şəkildə işləməlisiniz. Cavabımız oldu D variantı. Test nömrə 15. Verilmiş kod üçün i dəyişəninin giriş qiyməti 5 olarsa, hansı qiymət çap edilər? Birinci sətirdə i bərabərdir integer input i yazılıb. Şərtə görə biz i-yə 5 qiymətini daxil etməliyik. İkinci sətir a bərabərdir 1, b bərabərdir 0. Üçüncü sətir while nə qədər ki i kiçik bərabərdir 5. Burada kiçik bərabərdir 5 yazılıb, diqqət eləyin. i-nin qiyməti nədir? 5. Ödəyirmi? Ödəyir. Niyə ödəyir? Çünki bərabərlik şərti də var. 5 kiçik bərabərdir 5. i-nin qiyməti 5-dir. Və gəlirik if. If nə yoxlayır? Deyir ki, i-ni 2-yə böləndə qalıq 0-dırmı? Yəni bu ədəd cütdürmü deməkdir? Deyil təbii ki. i-ni 5-i 2-yə böləndə qalıq 1 olur. Ona nə edirik? Düşürük else. Və else-də olan əməliyyatı icra edirik. B bərabərdir. B-nin qiyməti nə idi? Yuxarıda 0. 0 plus i 5. Buradan B bərabərdir 5 olur. B-ni 5 tapdıq. Sonra gəldik bura. Bu artıq if-ə else-ə aid deyil. If else-dən sonra növbəti komandadır. 8-ci sətir. i bərabərdir i plus 1. i 5 idi. Oldu 6. Və qayıtdıq təzədən while-in şərtinə. İndi i 6-dır. 6 kiçik bərabərdir 5. Yox. Bax, dövr pozuldu və biz dövrdən çıxdıq. Dövrdən çıxandan sonra bir dənə burada 9-cu sətir var. Bu dövrə aid deyil. Dövrə aid deyil. Dövr bitəndən sonra icra olunmalıdır. C bərabərdir a plus b. A-nın qiyməti dəyişməyib, belə 1 idi. 1 üstə gəl. B. B-nin son qiyməti 5. Buradan alırıq 6 cavabını. Və 6, aşağıda, Y variantı. Test nömrə 19. Kodun icrası nəticəsində nə çap olunar? A bərabərdir list range 4, 16, 4. Print A. Burada mötərəzənin biri düşməyib, ya necəsə olub. Düzəldərəm bunu. A bərabər list range 4, 16, 4 və print A. Burada bu aralığa daxil olan ədədlər siyahıya çevrilir. Və siz burada bilməlisiniz ki, baxın, bu yazılışın mənası, bu range-dəki yazılışın mənası nədir? Bax, bu riyazi olaraq yazası olsaq, 4, 16 yarım intervalında addım 4 olmaq şərti ilə ədədləri götürür. Yəni, birinci qiymətimiz bu 4-ün özü.
Sonra addım 4 olduğuna görə 4, 4 artırırsınız. Bunun üstünə 4 gəldim, 8. Bir dənə də 4 gəldim, 12. Bir dənə də 4 gəldim, 16. Amma 16 özü daxil deyil axı. Bax, Pythonda həmişə belədir. Birinci ədəd daxildir, ikinci ədəd daxil deyil. Ona görə bu 16. Bizim ardıcıllığımızda olmayacaq. Bir də ön tərəfdə list olduğuna görə, baxın, bu ədədlər siyahının daxilində yazılacaq. Beləliklə, cavabımız olur A variantı. 4, 8, 12. Test nömrə 20. Kodun çıxış qiyməti aşağıdakılardan hansıdır? Bax, yenə əvvəlki testin oxşarıdır. Bunu da eyni formada riyazi şəkildə yazıram. 40, 20. Düz riyaziyyatda belə bir aralıq yazmırsınız. Ən azından məncə orta məktəb riyaziyyatında yoxdur və addım bərabərdir -5. Yəni addım -5 olanda ədədləri azalda gedirsiniz və Pythonda bu şəkildə yazılır. Yəni əvvəlcə böyük ədəd, sonra dayanacağınız yer yazılır, 20-yə qədər gələ bilər ki, addımımız da -5-dir. Və yenə nəticəni siyahıda yazacağıq. İlk qiymətimiz olur 40, sonra 35, sonra 30, yenə 5 çıxa-çıxa gedirsiniz. 25, 20, 20 yox, bu daxil deyil və beləliklə siyahımız olur, bax bu şəkildə, 40, 35, 30, 25. Yəni C variantı. Test nömrə 21. Range 5, 15, 3 aralığına neçə ədəd daxildir? Bunu sürətli şəkildə göstərim sizə. Yenə eyni qayda ilə 5-dən başlayırsınız, 3 artırırsınız, 8, yenə 3 artırır, 15 almayacaq, 15-ə qədər 11, 3 artıranda 14. Bir dənə bunu yoxlayaq, 5-dən başladıq. 5 + 3, 8, 8 + 3, 11, 11 + 3, 14. Bir dəfə də 3 yazsaz 15-i aşır, ona görə aralığa daxil olan ədədlər bunlardır və neçə ədəd daxildir deyirdi. Cavabımız olur 4. 4 dənə ədəd bu aralıqda mövcuddur. Test nömrəm 22. Range 15, 1, -3 aralığına neçə ədəd daxildir? Yenə bayaqki kimi 15-dən başlayacaqsınız. 1-dən aşağı, 1-in özünü də ala bilməzsiniz, 1-dən kiçik qiymət ala bilməzsiniz və -3-dür addımımız. Deməli, 15, indi 3 çıxıram bundan, 12, yenə 3 çıxıram bundan, 9, 3 çıxıram, 6, 3 çıxıram, 3, bir dəfə 3 çıxsam 0 qalacaq, amma 1-dən aşağı düşmək olmaz. Yəni 15-in özü daxildir, 1 daxil deyil. Ona görə bunu silirəm və aralığa neçə ədəd daxildir? 1, 2, 3, 4, 5 ədəd bu aralığa ədəd daxildir. 5 dənə. D variantı. Test nömrə 23. Kod icra edilərsə, S dəyişəninin hansı qiyməti çap olunacaq? Baxın, bu əslində asan bir sual tipidir, amma təəssüflər olsun ki, bunu çox qarışdırırlar. Range ilə qarışdırırlar. Yazılışa fikir verin, S bərabərdir 0, for i in 7, 3, -2 yazıb. Bu bir siyahıdır, list. Bu bir siyahıdır. Və burada i siyahıda olan elementləri bir-bir alacaq. Əvvəlcə 7-ni alacaq, sonra 3-ü alacaq, sonra isə -2-ni alacaq. Bəzən bunu 7-dən 3-ə -2 addımı ilə fikirləşirlər, amma o zaman ön tərəfə range yazılmalıdır. Bu range deyil, bu hər hansı bir siyahı və içində olan 3 dənə ədəd var. 3 dənə, 4 dənə, 2 dənə də ola bilər, fərqi yoxdur. Yəni, qısacası i bu ədədləri bir-bir alacaq və aşağıda da bu ədədlər toplanacaq. S bərabərdir, S-in ilkin qiyməti 0-dır, birinci sətirdə verilib. Üstə gəl, bax, əvvəlcə i gedib götürəcək 7-ni, üstə gəl 7, sonra üstə gəl 3, sonra üstə gəl -2. Və nə alırıq? 8 alırıq. Cavab olur C variantı. İndi bundan sonraki testlə bunu müqayisə eləsəz, yaxşı yadınızda qalacaq. Bundan sonraki test range ilə olmalıdır. Keçək həmin testə. Bu 24-cü. Bundan sonraki test 24-cü testdir. İndi görürsünüz onu. Baxın, burada artıq range yazılıb. Range 5 yazılıb. Bunu birinci növbədə yadda saxlayın. Range 5 yazılıbsa, bura daxil olan ədədlər 0, 1, 2, 3 və 4-dür. Tək bir ədəd yazılıbsa, həmin ədədə qədər gedirsiniz və 0-dan başladırsınız. Və aşağıda da bunların cəmi verilib. A bərabərdir, A-nın ilk qiyməti 0-dır. Üstə gəl, bax 0, onsuz da nəticə dəyişmir. Sonra üstünə 1 gələcəksiniz, sonra 2, sonra 3, sonra da 4 gələcəksiniz. 4, 3, 7, 9, 10 olacaq yekun cavabımız. Ümumiyyətlə, yadda saxlayın, əgər range varsa, bu bir aralıq deməkdir.
Məsələn, rangein içində 5,10 da yaza bilər. Bu zaman 5, 6, 7, 8, 9 qiymətləri alınacaq. Amma kvadrat mötərizənin içində əvvəlki testdəki kimi bir yazılış varsa, bu siyahı deməkdir. Test nömrə 26. Verilmiş kod icra edilərsə, çap olunan qiymət neçə olar? Deməli, A siyahımız var. İçində 1, 2, 3, 4, 5, 6 dənə ədəd var. J bərabərdir 0-dır. For I in A. Yəni, I A-nın içindəki elementləri gəlib bir-bir götürəcək. Əvvəlcə 22-ni, sonra 20-ni və s. Və deyir ki, əgər götürdüyüm ədəd 5-ə bölünürsə, bax, I böl 5 bərabər 0. O zaman J bərabərdir J plus 1. Ümumiyyətlə, baxın, bunu yadda saxlayın. Bu tip əməliyyatlara sayğac deyirlər. Yəni, J bərabərdir J plus 1, yuxarıda J-ni 0 vermişsinizsə, bu nə isə saymaq üçün istifadə olunur. Yaxşı, nəyi saymaq üçün? Bax, deyir ki, əgər götürdüyün ədəd 5-ə bölünürsə, J-ni bir-bir artır. Demək ki, siyahıdakı 5-ə bölünən ədədlərin sayını tapacaq. Yəni, ümumi mahiyyət budur. I gələcək buradan 22-ni götürəcək. 22 5-ə bölünür. Yox, bu işləməyəcək. Sonra 20-ni götürəcək. 20 5-ə bölünür. Bəli, bu işləyəcək. Sonra 50-də işləyəcək. 15-də işləyəcək. Bunu sadə formada belə eləyə bilərsiniz. Deməli, 1, 2, 3. 3 dəfə bu şərt ödənəcək. 3 dəfə J-nin üstünə 1 gələcək və J olacaq 3. Test nömrə 28. Kodun icrasından sonra S dəyişəninin qiyməti neçə olacaq? A siyahımız var. N bərabərdir. Len A. 1, 2, 3, 4, 5, 6, 7. N'in qiyməti oldu 7. Len A, yəni siyahıdakı elementlərin sayı. Və S bərabərdir 0-dır. For I in range N, yəni 7. Belə olan halda I-nin aldığı qiymətlər 0, 1, 2, 3, 4, 5 və 6 olacaq. İndi bir şeyə diqqət edin. Bu testlərdə çox sizə lazım olacaq. Bax, burada len-dən istifadə edib belə range yazanda aldığınız ədədlər siyahının elementlərinin indeksləri olur. 0, 1, 2, 3, 4, 5 və 6. Baxın. Elə birbaşa buraya yazanda 6 dənə indeks. Daha doğrusu 7 dənə indeks var. Sonuncusu 6-dır. Niyə? Çünki 0-dan başlayır indekslər. Və gəldik bura, if-ə. Əgər I bölünsün 2 fərqlidir 0-dırsa, nə deməkdir ki bu? Ədədi 2-yə böləndə qalıq 0 deyilsə. Yəni, ədəd təkdirsə. Ədəd təkdirsə yox. I nədir? İndeks. İndeks təkdirsə. İndeks təkdirsə. O zaman S bərabərdir. S plus AI. İndi. Baxın, bunu belə fikirləşirik. Deyirik ki, tək indeksli elementlərin cəmini tapırmış bu. Burada I böl 2. Burada I indeksdir. Burada isə toplanılan nədir? A kvadrat mötərizədə I. Bu isə element, yəni siyahının elementi. Yəni, kodu ümumi belə analiz edə bilərik. Bu kod siyahıda olan tək indeksli, bax, I böl 2 fərqlidir 0 deyir. Tək indeksli elementləri toplayır. Yaxşı, tək indeksli elementlər hansılardır? İndeksi 1, 3, 5 olanlar. Bax, indeksi 1 olan 4, elementin özünü, gəlin qırmızı ilə qeyd edeyim, daha rahat görsənsin. 4, sonra indeksi 3 olan, sonra indeksi 5 olan. Bax, bu ədədləri götürüb toplayacaq. Və yəni qısaca burada belə olacaq. S bərabərdir. S-in ilkin qiyməti 0-dır. 0 üstə gəl 4, üstə gəl 5, üstə gəl 10. Burada yenə deyirəm, əsas diqqət eləməli olduğunuz şey if-də yoxlanılan indeksdir, amma aşağıda toplanan elementin özüdür. Əgər aşağıda da S bərabərdir, S plus I yazılsaydı, elə buradakı üstəki indeksləri 1-i, 3-ü, 5-i toplayardınız. Amma burada A, I yazıldığına görə söhbət elementdən gedir və cavabımız olacaq burada 19, yəni B variantı. Test nömrə 30. Verilmiş kodun giriş qiyməti 4 olarsa, buraya yazdıq 4, nə çap olunacaq? N bərabərdir integer input, N. K bərabərdir 1. Əgər N böyük bərabərdir 1-dirsə, bax, şuraya bu şərt ödənirmi? N 4-dür. Təbii ki, ödənir. Təbii ki, ödənir. Onda else qüvvədən düşür, yəni bura baxmayacaq. Və gəlirik bura for I in range 1, N plus 1. N nədir? 4-dür. Bəs N plus 1 nə olacaq? 5 olacaq. Onda burada range 1, 5 kimi bir aralıq alınır.
Yaxşı, range 1-5-in mənası nədir? I 1, 2, 3, 4 qiymətlərini alacaq. I-nin qiymətlərini də buradan yazıram. 1, 2, 3, 4. Aşağıda əməliyyat nədir? K bərabərdir K vur I. Bunu da buradan yazıram. K bərabərdir K-nın ilkin qiyməti nədir? 1-dir. İkinci sətirdə yazılıb. Vuraq I. I-nin ilkin qiyməti 1. Bax, birinci dövrdə. Təzədən fırlanırıq ikinci dövrdə. I alır 2, vurulsun 2, vurulsun 3, vurulsun 4. Buradan da alırıq 24 cavabını. Baxın, riyazi olaraq diqqətlə buna baxası olsaz, bu əslində n faktoriyalı hesablayır. N faktoriyalı. N-in yerinə 4 yazdıq. 4 faktoriyal bərabərdir 24. Test nömrə 33. Kodun icrasından sonra hansı qiymət çap ediləcək? S bərabərdir P bərabərdir 0. Yəni bu S bərabərdir 0, P bərabərdir 0 deməkdir. For I in range 30. Burada I-nin aldığı qiymətlər sağ tərəfdən yazıram. 0-dan başlayacaq. 1, 2, 3, 4, 5 və s. Ən son qiymət olacaq 29. Aşağıda isə if və elif yazılıb. İndi gəlin baxaq. Deməli, if-in qarşısındakı şərt nədir? Əgər I 5-ə bölünürsə, I böl 5 bərabər 0. 5-ə bölünürsə. 5-ə bölünürsə deyir topla. Yaxşı, bu şərti ödəyənlər, 5-ə bölünən bu şərti ödəyənlər hansılardır? Bax, biri 0-dır. 0 deyəcəksiniz ki, 5-ə bölünür, belə götürməliyikmi? Götürməliyik. Niyə götürməliyik? Çünki baxın, 0 böl 5 bərabərdir 0-dır. Yəni buna görə Python bu 0-ı götürəcək. 0, sonra 5, sonra 10, 15, 20 və 25. Bax, bu şərti ödəyənlər bunlardır. Biz də bunların hamısını götürüb toplamalıyıq S-də. Gəlin elə birbaşa buradan hesablayıb yazaq. Deməli, 25, bu da 5. Oldu 30. Üstünə 20 gəl, oldu 50. Üstünə də 10 gəl, 60, 15, 75. Düz hesabladımsa oldu 75. İndi qələmin rəngini dəyişək və keçək bu elifə. Elif deyir 10-a bölünənlər. 10-a bölünənlər hansılardır? 0-dır, 10-dur və 20-dir. Bu 30-da çatmır da, 29-da dayanır. Amma burada məsələ nədir? Baxın, if hansısa bir ədədi götürübsə, axı biz o zaman elifə düşmürük. İndi biz burada elif üçün nə yazdıq? 0. 0-ı ifdə yazmışıq da. Elif nə deməkdir? İfdə ödənməyən halda biz bura düşürük. Normalda biz gəlib 1-i, 2-ni, 3-ü, 4-ü aldıq. Heç biri 0, daha doğrusu 0-dan başladıq. 0-da ifin şərti ödənirsə elifə düşmürük. 5-də ifin şərti ödənirsə elifə yenə düşmürük. 10-da yenə ifin şərti ödənir, elifə düşmürük. Yəni, bunların hamısını if götürdüyünə görə elif bunları görə bilmir. Dolayısıyla P olur 0. P olur 0 və S çıx P. S nə oldu? 75. Çıx P. P nədir? 0. Cavabımız olur 75. Bu sualda çox səhv yazırlar, ona görə bunu xüsusi olaraq izah eləmək istədim. Yəni, çox diqqətli olmalısınız, bunu mütləq yadda saxlamalısınız. Onsuz da əvvəlki dərslərə aiddir bu. Şərt operatoruna aiddir if, elif, else. Hər hansı bir ədədi if götürürsə, elif onu götürə bilmir. Test nömrə 34. Proqramın məqsədini müəyyən edin. Proqram natural ədədlər üçün nəzərdə tutulmuşdur. Gördüyünüz kimi burada 2 dənə ədəd verilir və while dövrü var, içərisində if var, axırda bunlar toplanır. Yaxşı, belə bir şey. Əgər sizin müəyyən bir praktikanız varsa, test yazmışsınızsa yetəri qədər Python-dan bağlı, bunlara baxanda nəsə ağlınıza bir şey gələ bilər. Amma praktikanız yoxdursa, nə edə bilərsiniz? N1-in, N2-nin yerinə ədəd qoya bilərsiniz. Amma əvvəlcə belə bir şey eləyə bilərəm. Variantlara baxacağım. Variantlara baxanda adətən imtahanda da bunu eləyin. Ağlınızda bir fikir formalaşır. Baxın A variantına. Daxil edilmiş ədədlərdən böyüyünü tapmaq. Bundan ötürü bu while-ə ehtiyac var ki, 2 dənə ədəd var. Mən bunu if ilə yoxlayaram da, deyərəm ki, N1 böyükdür N2-dir. Əgər bu şərt ödənirsə, print N1 əks halda N2. Bu mənə məntiqli gəlmədi. Bunu çıxdım. Minus qoydum buna. Daxil edilmiş ədədlərin əbobunu, əkobunu tapmaq bilmirəm, bəlkə. Gəldim növbəti varianta. Daxil edilmiş ədədlərdən kiçiyini tapmaq. Bunu da if ilə yoxlayıb tapa bilərəm də, hansı biri o birisindən kiçikdir, kiçik deyil. Bundan ötürü də while-a bu qədər şeyə ehtiyac yoxdur. Bu da məntiqli deyil. Bunu da çıxdım. Gəldim sonuncu varianta. Ədədlərin son rəqəmlərinin cəmini tapmaq. Ədədlərin son rəqəmlərinin cəmini tapmaq. Məsələn, ədədim tutaq ki, 125-dir, o birisi də 213-dür. Bax, bunu belə 10-a bölsəm, alacam 5. Bunu da 10-a bölüb qalığı tapsam, alacam 3. Yəni, bundan ötürü if və while-ə ehtiyac yoxdur. Bu da mənə məntiqli gəlmədi. Bunu da çıxdım.
2 dənəsi qaldı. 2 dənəsi. Əbob və ya əkob. İndi baxıram, deyirəm ki, bax burada ədədləri bir-birinə bölüb qalığı tapırsa, demək ki, getdikcə nəticəni balacalaşdırır. Əslində əkob nədir? Əkob nisbətən böyük ədəddir də. Nisbətən deyəndə əkob ən kiçik ortaq bölən, yəni adətən 2 dənə ədədin hər ikisindən adətən böyüyünə də bərabər ola bilər əslində. Bu adətən böyük ədəd olur. Yəni artıra-artıra nəsə getsəydi, əkobu fikirləşərdim. Mən məntiqlə bunu da çıxıram, cavabı tapıram əslində. Amma imtahanda bu riski eləyə bilmərəm. Yaxşı, imtahanda necə eləyəcəm? Belə bir şey, mən bundan şübhələnirəm də, düzdür, əbobdan. Deyirəm, gəl yoxlayaq. Əbob sadə ədəd olsun da, məsələn, asan ədədlər olsun. 12 ilə 8. Nədir bunların əbobu? 4, düzdür. Hər ikisi 4-ə bölünür. Hə, ən böyük, ortaq, bölən. Yaxşı. Yazıram bura 12, burada yazıram 8. İndi yoxlayacağım görə axırda 4 verir, yoxsa yox. While-ın şərtinə baxın. Əgər ədədlərin hər ikisi 0-dan fərqlidirsə, o zaman dövr davam eləməlidir, dövrə düşməliyik. Yəni deyir ki, n1 də fərqlidir 0 olsun, and və n2 hər ikisi 0-dan fərqli olsun. Hər ikisi 0-dan fərqlidir. Yaxşı, bəs n1 n2-dən böyükdürmü? Bəli. O zaman n1 bərabərdir, n1 bölünsün n2-nin qalığı. Yəni n1 bərabərdir 12 bölünsün 8-in qalığı. Nə alırıq? 4 alırıq. Bax, n1-i aldıq 4. Buradan təzə qiymətləri yazıram. n1 oldu 4. n2-yə toxunmamışıq da, olduğu kimi qaldı 8. Təzədən qayıdıram dövrün yuxarısına. Ədədlərin hər ikisi 0-dan fərqlidirmi? Biri 4, biri 8-dir. Bəli. Düşürəm aşağı. n1 n2-dən böyükdürmü? 4 8-dən böyükdürmü? Xeyr. Ona nə olacaq? Gələcəm else. Else gəlirəm. n2 bərabərdir n2. 8 bölünsün 4-ün qalığı. Nə aldım? 8-i 4-ə böləndə 2 düşür, qalıqda 0 olur. Aldım 0. İndi baxın. n2 oldu, buradan da xətt qoyaq, 0, n1-ə toxunmadıq, n1-də 4 və təzədən qayıtdıq. Bax, while-in şərti pozulur. Hər ikisi 0-dan fərqlidirmi? Xeyr, artıq n2 0-dır. Ona görə while-in şərti pozulur, dövrdən çıxırıq, while-dan çıxırıq, 8-ci sətrə gəlirik, burada print n1 4 plus n2 0 bərabərdir 4. Demək ki, həqiqətən bu tapşırıq, bu kod verilmiş, daxil edilmiş 2 natural ədədin əbobunu tapırmış. Test nömrə 36. Verilmiş proqramın icrasından sonra aşağıdakılardan hansı çap olunacaq? Birinci sətirdə A siyahımız verilib, elementlər ədədlərdir. Həm S, həm də P 0-a bərabərdir. For I in range 0 len A. Bunun uzunluğu nədir? 1, 2, 3, 4, 5, 6. Deməli, bu oldu 6 və I-nin aldığı qiymətlər, buradan I üçün qiymətlər 0, 1, 2, 3, 4, 5. Yəni, əvvəlki testlərdə dediyim kimi, bu formada yazılışda məqsəd, bunu artıq praktikadan yəqin ki, öyrənmişsiniz buna, siyahının elementlərinin indekslərini almaqdır. Baxın, elə bunları buraya yazsaq, 0, 1, 2, 3, 4 və 5. Birbaşa indeksləri almış oluruq. Və for dövründən sonra aşağıda 2 dənə if gəlir. Hə, burada çox diqqətli olmalısınız. Baxın, burada yoxlayır, deyir ki, I böl 2 bərabər 0-dırmı? Yəni, cüt olmasını yoxlayır. Amma nəyin? I nədir? I indeksdir. Deyir, indeks cütdürmü? Əgər cütdürsə, elementi topla. Bu elementdir. A, I. İndeksi yoxlayır, elementi toplayır. İndi düşdük aşağıdakı ifə. Aşağıda da baxın, cüt olub olmamasını yoxlayır, amma bu dəfə indeksi yox, elementi. Hər ikisi də if-dir, yəni bir-birindən asılı deyil. If, elif olsaydı necə olurdu? Ifin götürdüklərini elif götürə bilmirdi. Burada isə bunlar bir-birlərindən asılı deyirlər. Bir-birlərindən asılı deyirlər. Hə, toplayanda nə edir? Toplayanda elementi toplayır. Elementi. Bax, bunları siz ümumi testin məntiqini tutasınız deyə yazdım. İndi hesablamanı aparmaq üçün məcburən bu yazdıqlarımı silməliyəm. Və gəlin başlayaq. İlk olaraq, I bölü 2 bərabər 0. Bu şərti ödəyən elementləri toplayacaq. Yəni, indeksi cüt olan bir də 0-cı indeksdə bu şərti ödəyir. Gəlin belə eləyək. Bunu qeyd eləyək. Altına xətt qoyacağım. Nisbətən qalın bir xətt qoyaq. Deməli, bax, 0-cı indeks ödəyəcək bu şərti.
Sonra ikinci indeksi ödəyəcək. İndeksi yoxlayır, yenə deyirəm. Burasına diqqət eləyin. Sonra dördüncü indeks bu şərti ödəyəcək. İndi gəlin bunları yazaq. Deməli, S-in başdan qiyməti 0-dır. Üstə gəl. Elementləri toplayırıq, indeksləri yox. 3, üstə gəl 1, üstə gəl -5. Buradan nə alacaq? 4 üstə gəl -5-dən alacaq -1. Bunu yazdıq. İndi keçirik növbəti mərhələyə. Növbəti mərhələdə yenə if gəlir. Yenə təkrarən deyirəm, bunlar ayrı-ayrıdır, müstəqildir. Hər ikisi if-dir. If else, if elif deyil. Ona görə əvvəlkini yaddan çıxardıb buna ayrıca baxırsınız. Bu dəfə isə deyir ki, əgər element cütdürsə, bax 6, 4 və 2 şərti ödəyənlər. Element cütdürsə, toplayanda da elementi toplayır. P bərabərdir 0 idi. Üstə gəl 6, üstə gəl 4, üstə gəl 2. Buradan da alırıq 12. Aşağıda da printin içərisində S-in qiyməti S -1. Bir dənə burada dırnaqda V yazıb. Dırnaqda yazılan ifadə olduğu kimi çap olunur və P-nin qiyməti 12. Beləliklə, buradan da alırıq A variantını. Test nömrə 37. Kodun icrasından sonra hansı çap ediləcək? A siyahımız var. S və P 0-dır. For i in range 0 len A. Əvvəlki testdə olduğu kimi buradan da i-nin qiymətləri 1, 2, 3, 4, 5, 6. Len A 6-dır. I-nin qiymətləri 0, 1, 2, 3, 4 və 5 olacaq. 0, 1, 2, 3, 4 və 5. Yəni, indeksləri almış oluruq və gəldik bura. If, elif. Bayaq necə idi? If idi. Burada isə if və elifdir. Yenə burada cüt olub olmadığını yoxlayır, amma nəyin? İndeksin cüt olub olmadığını yoxlayır. Gəlin bunları qeyd eləyək. Bax, şərti ödəyən biri 0-cı indeksdir. Aşağıda elementi toplayır, baxın. Ona uyğun element. Onun elementi 3-dür. Sonra ikinci indeks bu şərti ödəyir. Bir də dördüncü indeks bu şərti ödəyir. Buradan toplamanı aparırıq. S bərabərdir. S başdan 0-dır. Üstə gəl 3, üstə gəl 4, üstə gəl -5. Üstə gəl -5. Bərabərdir. 3 ilə 4, 7, üstə gəl -5, bərabərdir 2 aldıq. İndi keçirik növbəti mərhələyə. Elifə. Burada diqqət eləməlisiniz ki, if hansısa bir ədədi götürübsə, elif onu götürə bilmir. Deməli, burada baxın, elementin cüt olub olmasını yoxlayır. İndeksi yox. Element cütdürsə. Yaxşı, bu şərti ödəyənlər hansılardır? 6-dır. Bax, 4-dür, amma 4-ü götürənmirik. Niyə? Çünki 4-ü if götürüb. Sonra o birisi 2-dir. 4 və 2, başqa cüt elementimiz yoxdur. Deyir ki, bu şərti ödəyirsə, elementləri topla. P bərabərdir. P-nin də qiyməti 0-dır. Üstə gəl 6, üstə gəl 2. Yenə deyirəm, 4-ü niyə götürmədik? Çünki if götürmüşdü onu. Əvvəlcə altından qırmızı xətt çəkdiklərim var burada. Onlar if-də götürdüklərimizdir. Və buradan da alırıq 8 qiymətini. Dövr bitdi. Dövrdən çıxırıq. Gəlirik printə. S-in qiyməti 2. Dırnaqdakı V olduğu kimi çap olunur. P-nin qiyməti 8. 2 və 8. Bu da olur C variantı. Test nömrə 38. Kod icra edilərsə, K dəyişəninin hansı qiyməti çap olunacaq? A siyahımız var. K bərabər 0-dır. For i in range 0 len A. İndekslər vasitəsilə siyahıya müraciət edirik. Baxın, deyir ki, burasına diqqət edin. ABS modul AI element böyük bərabər 5-dirsə, yəni deyir ki, əgər götürdüyümüz indeksə uyğun elementin modulu 5-dən böyük və ya 5-ə bərabərdirsə, K bərabərdir. K + 1. Bayaq dediyim kimi, bax bu sayğacdır. Yəni şərti ödəyən elementləri K başdan 0-dır. Sayacaq. Və gəlin bu şərti ödəyən elementləri yuxarıda qeyd eləyək. Modulu 5-dən böyük və ya 5-ə bərabər. Bax 6 5-dən böyükdür. -5. Modulu müsbət 5-dir. Burada bərabərlik şərti var axı. Ona görə bu da ödəyir. -7. Modulu 5-dən böyükdür. Bir də 8. Ümumi olaraq bu şərti ödəyən 1, 2, 3, 4 dənə element var. Yəni K olacaq 4.
Test nömrə 39. Kodun icrasından sonra çap ediləcək qiyməti təyin edin. Burada biraz fərqlidir. Diqqət eləyəsi olsanız əvvəlki koddan eynidir, amma yenə də modulunun 5-dən böyük bərabər olub olmadığını soruşur. Amma aşağıda k bərabərdir k plus i plus ai. Bax bu i. İndeks bu element. İndeks və element. İndi bayaqki kimi əvvəlcə gəlin indeksləri yazaq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Və yenə eyni formada bu şərti ödəyən elementləri qeyd edək. Deməli 6, sonra -5, -5 yenə bərabərlik şərti var deyə ödəyir. -7 və 8. İlk olaraq bu şərti ödəyəcək 6. O zaman k bərabərdir. Buradan yazıram. K'nın qiyməti nədir başdan? 0'dır. 0 üstə gəl. Bax, şərti ödəyən indeks, yəni bu 6'nın indeksi 1. Üstə gəl özü 6. Bax, ilk əməliyyatımız budur. Sonra növbəti bu şərti ödəyəcək. Bu -5. -5. Üstə gəl. -5'in indeksi 4 plus özü. -5. Deməli, bu da ikinci. Sonra növbəti gəlirik bu -7'yə. -7. -7'nin indeksi nədir? 6. 6 plus özü -7. Yəni indeksi və özünü toplayırıq. Və nəhayət son element 8. Plus 8'in indeksi i. Əvvəlcə indeks 7. Üstə gəl özü 8. Bax, bu da sonuncu. Bərabərdir. Gəlin belə deyək. Deməli, 6 plus 1. Buradan aldıq 7. Üstə gəl. 4-dən -5. Buradan aldıq -1. 6 ilə -7. Buradan da aldıq -1. Və plus 7 ilə 8. Buradan da aldıq 15. Nə alırıq? Bu 2-dən -1. Buradan nəzərə alsaq olur 5. 5 üstə gəl 15-dən olur cavabımız 20. Yəni B variantı. Test nömrə 40. Verilmiş kodun icrasından sonra S dəyişəninin hansı qiyməti çap olunacaq? N bərabərdir 2, K bərabərdir 1, S bərabərdir 0. Nə qədər ki N kiçikdir 5. İçəridə bir for dövrümüz var. N'i 1 artırırıq. Yaxşı. Deməli, məsələ nədir burada? While içərisində for. Bu tip olan kodları birbaşa işləməyə çalışsaz çətin ola bilər və ya nə isə gözdən qaçıra bilərsiniz. Bunun əvəzinə bu içəri hissədə olanı, yəni bu foru ayrıca nəzərdən keçirib məntiqini tutmağa çalışsaz daha yaxşı olar. Yəni ilk öncə baxırsınız ki, bax bu forun mənası nədir? Mənası. Bunu ötürü belə bir şey deyə bilərsiniz. Yuxarıdakı qiymətlərə baxmadan, məsələn, N'in yerinə 4 yazsaz, N 4 olsa, bu N plus 1 nə olacaq? 5. O zaman i'nin aldığı qiymətlər nə olacaq? 1, 2, 3, 4. Aşağıda da k bərabərdir. K başdan nədir? K başdan 1'dir. Yuxarıda yazılıb 1. Nə edirik? Vururuq bunu 1'ə, vururuq 2'ə, vururuq 3'ə, vururuq 4'ə. Nə oldu ki? Nədir ki bu? Faktorial. Bax, n'ə 4 verəndə biz burada 4 faktorialı hesabladıq. İndi bu yazdıqlarımı silirəm. Məqsədim o idi ki, bu forla bağlı olan hissənin mənasını təyin edim. Yəni, bu hissə ayrılıqda nə iş görür? Bunu təyin edim. Demək ki, bu n faktorialı tapırmış. İndi hər dəfə qayıdıb buna baxmayacağım. Mənasını təyin elədiyimə görə. Bunu ümumi olaraq belə yadda saxlayıram və başlayıram ən başdan. N bərabərdir 2, K bərabərdir 1, S bərabərdir 0. Nə qədər ki, N kiçikdir 5, N 2'dir. Ödəyir. Gəlirik bura. N'in yerinə 2 yazacaq. Bu nə verəcək bizə? 2 faktorial. K olacaq 2 faktorial. Ya 2 faktorial nədir? 1 vur 2, 2. K oldu 2. İndi gəlirik bura. N bərabərdir N plus 1, N 2 idi. N oldu 3. S'i də bax buradan yazıram. S bərabərdir. S'in ilkin qiyməti 0. Üstə gəl K. K nə idi? 2 faktorial. Belə hələ ki, belə olduğu kimi yazıram.
Sonra təzədən k olur 1. K olur 1 və təzədən qalxırıq yuxarı. Bu dəfə n-in qiyməti 3-dür. 3'ü qoyuruq burada n-in yerinə, kiçikdir 5. Bəli, şərt ödənir. Forda n-in yerinə 3'ü yazırıq. Bu bizə bu dəfə tapır 3 faktorialı. Gəlirik n-i artırırıq, edirik 4. S bərabərdir n-in üstünə k-nı gəlirik. K bu dəfə oldu 3 faktorial. Və n 4'dür. K təzədən 1 oldu. K-nı hər dəfə niyə 1 eləyir? Əvvəlki ədəddə k-nı hesablayıb başqa bir şey almışıq axı. Təzədən 1-ə çeviririk ki, növbəti ədədin faktorialını düzgün hesablasın. Və 4 kiçikdir 5. Bəli. 4-dən for dövrünə düşürük. Buradan təbii ki, alırıq 4 faktorialı. Və düşüb n-i eləyirik 5. S bərabərdir S plus K. 4 faktorialı ilə burada da topladım onsuzda. Və K bərabərdir 1 oldu. Qayıtdıq dövrə. N 5'dir. 5 kiçikdir 5 yox. Və while-ın şərti pozuldu. Düşdük gəldik bura. Print S. Yəni bunu hesablamalıyıq. Bax, bunu birbaşa yazmadım. 3 faktorial, 4 faktorial, 2 faktorial yazdım. Niyə? Bu kodun ümumi mənasını görmək daha yaxşı olsun, daha rahat olsun deyə. Demək ki, bu kod, bax, 2-dən başlayaraq 5-ə qədər, 5 daxil deyil. Ədədlərin faktorialları cəmini hesablayırmış. 2 faktorial, 3 faktorial, 4 faktorial. 2 faktorial 2, 3 faktorial nə eləyir? 1 vur 2 vur 3, 6. 4 faktorial 24. Buradan da 24 plus 6, 30, 32. Alırıq 32 qiymətini. Cavab olur Y variantı. Test nömrə 41. A dəyişəninin giriş qiyməti 965.955 olarsa böyük bir ədəddir. Aşağıdakılardan hansı çap edilər? A bərabərdir. Bu ədədi daxillədik. Gəlin bunu buradan yazaq. 965.955. A üçün bu ədədi daxillədik. S bərabərlik STR A. Demək ki, bunu 9, 6, 5, 9, 5, 5 olaraq siyahıya çevirdik. Bunları string eləmişik deyə təbii ki, bunlar hamısı olmalıdır. Dırnağın daxilində. İkinci sətirdə icra elədik. While nə qədər ki len S, yəni bu siyahının uzunluğu sıfırdan böyükdür. Hal-hazırda nədir bunun uzunluğu? 6'dır. O zaman I bərabərdir S0. I bərabərdir S0 nədir? Ən başdakı element, 0-cı indeksdəki element bu. 9. I bərabərdir 9. Və gəldik bura. Print S.count I. I nədir? 9'dur. 9'ların sayı. Burada neçə dənə 9 var? 1, 2. 2 dənə 9 var. Onda bunu hardan yazaq? Qarışmasın. Bax, printin nəticəsini buradan yazıram. S.count I. 9'ların sayını çap elə deyir. 2 dənə 9 var. 2'ni çap eləyir və end. Bu endin mənası nədir? Növbəti çaplar artıq bunun yanında olacaq. Və gəlirik aşağı. For J in range S.count I. Nə idi ki bu? 2 idi. Deməli, 2 dəfə burada 2 yazsaq, 2 dəfə dövr eləyəcək və 2 dəfə S.remove I, yəni 9 çap olunacaq. Yəni 9'ların hər ikisi silinəcək. Qələmin rəngini dəyişdirim. Bax, 2 dənə 9. Birinci remove komandası əvvəlki dərslərə aiddir. Birinci 9'u, sonraki remove komandası da ikinci 9'u silir. Və beləliklə bizim siyahımız 6, 5, 5, 5 şəklində olur. Və təzədən gedirik. Hal-hazırda siyahın uzunluğu böyükdür 0. Bax, hal-hazırda 1, 2, 3, 4. 4 dənə element var. 9'ları silmişik. Bəli. Və S bərabərdir S, I bərabərdir S0. I bərabərdir S0. İndi 0-cı indeksdə bax 6 var. I olur 6. Və print S.count 6. 6'ların sayı neçə dənə 6 var? 1 dənə. 1'i çap eləyir. 2'nin yanından çap eləyir. End var idi axı ona görə. Və for J in range S.count I 1'dir. Bir dəfə dövr icra olunacaq və 6 silinəcək. S.remove 6. Bax, nə saysa onu silir. Və qaldı 3 dənə 5. Siyahıda 5, 5, 5 qalıb artıq. Digər 6 və 9'lar silinib. Təzədən gəlirik. Len S siyahının uzunluğu 0-dan böyükdür. Bəli. I bərabərdir S0. I bərabərdir. Hal-hazırda onsuz da 3 dənə 5 var. 0-cı indeksdə bu olur. I bərabərdir olur 5. Və print S.count I. 5'in sayı neçə dənədir? 3 dənə. 3'ü çap edir. Və yenə end. For J in range. I-nin sayı nədir? 3. Bax, burada range 3 olanda 3 dəfə dövr olacaq. S.remove I 3 dəfə icra olunacaq. Yəni 5'i sil, sonra 5'i sil, sonra 5'i sil. Və indi baxın, siyahımız bomboş qaldı. Bütün elementləri sildik. Gəlirik bura. Len S böyükdür 0. Xeyr, artıq şərt pozuldu və dövr dayandı. Cavabımız olur 1, 2, 1, 3.
2, 1, 3. D variantındadır. Amma bunun mənası nə idi? Məqsədi nə idi? Bax, birinci çap elədiyi bu 2 nə idi? 9'ların sayı. 2 dənə 9 var idi. 9'ları saydı, sonra aşağıdakı remove komandası ilə 9'ları sildi, hər ikisini sildi. Təbii ki, bunu siyahı üzərində elədi. Bundan sonra nə elədi? Növbəti qalan elementimiz 6'dır. 6'nı saydı, bir dənə 6 var və 6'nı sildi. Qaldı 3 dənə 5. 5'i saydı və sildi və salam dövrdən çıxdı. Yəni rəqəmlərin sayını əslində çap elədi. 2 dənə 9, 1 dənə 6, 3 dənə də 5 var. Bax, kodları belə analiz eləsəz, bu sizin üçün daha yaxşı olacaq. Test işləmə sürətiniz və testləri başa düşmə qabiliyyətiniz artacaq. Test nömrə 44. Kodun icrasından sonra hansı nəticənin çap olunacağını təyin edin. I bərabərdir Python. I sətir tipli bir dəyişəndir və Python qiymətini alıb. While nə qədər ki len I böyükdür 0, print I, end, burada K-nı dəyişdirir. Gəlin etap gedək. Hal-hazırda len, bu sətrin uzunluğu 6'dır, böyükdür 0, bəli. Print I, I nədir? Python. Python çap olundu. End, axırına da bir dənə boşluq qoydu. Növbəti çaplarda bunun yanından olacaq. Endin mənası. K bərabərdir len I minus 1. Len I nədir? 1, 2, 3, 4, 5, 6. Bunun uzunluğu 6'dır. 6'dan 1 çıxanda K olur 5. Və onda baxın bu sətir I bərabərdir I 2.5. Belə olacaq. Nə deməkdir ki? Bu 5'ə qədər olan hissə. Bax 0, 1, 2, 3, 4, 5. 5'ə qədər olan hissə nədir? 5'in özü daxil deyil təbii ki. P, Y, T, X, O. Belə. Və təzədən qalxırıq. Bunun uzunluğu 0'dan böyükdür. Bəli, təbii ki. Print I, P, Y, T, X, O. Və gəlirik. Yenə end, yəni boşluq. K bərabərdir len I. Bax, I-nin son qiyməti bu idi artıq. I-nin son qiyməti. Len uzunluğu nədir? 1, 2, 3, 4, 5'dir. 5 çıx 1-dən K olur 4. Hər dəfə bir dənə azalacaq onsuz da. Və I bərabərdir I 4'ə qədər olan hissə. 2.4. Bax, indi 0, 1, 2, 3, 4. 4'ə qədər olan hissə nə olur? P, Y, T, X olur. Təzədən qalxırıq. Uzunluq, while yoxlayırıq. Uzunluq 0'dan böyükdür. Bəli. Çap elə I-ni. P, Y, T, X. Və təzədən K-nı bir azalt. 4 idi. Bir azaltdıq. Oldu 3. Və 3'dən sonraki hissə. İndi burada dayanıram. Məsələn, mən imtahandayım, vaxt itirmək istəmirəm. Bunun məntiqini başa düşməyə çalışaq. Python-ı çap elədi. Axırdakı hərfi sildi. Q, Y, T, H, O-nu çap elədi. Yenə axırdakı hərfi sildi. Bax, bu qaydada gedir. Bu qaydada gedir. Burada mən avtomatik olaraq cavabın A olduğunu görürəm. Amma istəsəz, məsələn, bir addımda davam edə bilərsiniz. Nə vaxt ki, bax, axırıncı P-dan sonra da bunu da silib boş bir sətir saxlayacaq, onda dövrdən çıxacaq. Bir dənə davam eləyəsi olsaq, 3, bax, 0, 1, 2, 3. Bu dəfə 3'ə qədər olan hissəni götürəcək, olacaq P, Y, T, sonra P, Y, sonra təkcə P-ni götürəcək. Bir dənə balacalaşdırırsa 0'a qədər olan hissə olacaq. Onda da boş bir I bərabərdir, boş bir sətir olacaq. Boş bir sətir. Və bu zaman şərt pozulacaq və while-dan çıxacaq. Deməli, cavabımız olur A variantı. Test nömrə 46. Kodun icrasından sonra aşağıdakılardan hansı çap olunacaq? Birinci sətir. I bərabərdir ABC. While nə qədər ki I fərqlidir, boş bir sətir. If və else var. Yaxşı. Hissə isə gedirik. Hal-hazırda 3 hərfli bir sətrimiz var. Yəni leni 3'dür. Boş sətirdirmi? Deyil. Bax, I fərqlidir, boş sətir. Yəni içində element olmayan bir sətir. Boş sətir deyil. Əgər len I böyükdür 1-dirsə, bunun uzunluğu nədir? 3. Böyükdür 1'dir. Ödənir. O zaman print I. Print I nədir? A, B, C və end, boşluq. Və baxın, else təbii ki düşmürük, if-in şərti ödənib. Amma aşağıda if, else-dən müstəqil I bərabərdir, bu var. Bunu bir sadələşdirib yazaq. I bərabərdir I, 2 nöqtə, len I. Len I nədir? 3 hərf var burada. 3. 3 çıx 1. 2. İndi baxın, bu 0, bu 1, bu 2. 2'yə qədər olan hissə. 2'yə qədər olan hissə nədir? AB. İkinci indeksə qədər olan hissə. Hal-hazırda I oldu AB. Qayıtıq təzədən.
i fərqlidir boş sətir, yəni içində element var, var, AB var. Bəs uzunluq 1-dən böyükdür? Bəli, 2-dir. O zaman print i, yəni AB-ni çap elə. Və təzədən gəldik bura. I bərabərdir i, 2 nöqtə, len i. İndi bunun leni nədir? 2. 2 çıx 1, 1. 1-ə qədər olan hissə. Yəni, bu 0-dır, bu da 1-dir. 1-ə qədər olan hissə nədir? Təkcə A. I bərabərdir A oldu. Yəni, bir dənə element qaldı. Gəlirik. I fərqlidir boş sətir. Bəli. Bəs uzunluq leni 1-dən böyükdür? Yox. Bir dənədir. Şərt ödənmir. Ödənmədiyinə görə düşürük else. Else deyir ki, dan çap elə. Və gəldik bura. I bərabərdir I. Len i. Bax, bundan söhbət gedir. Artıq təkcə A qalıb. Len i nədir? 1. Və 1 çıxanda 0. Belə bir şey alınır. 0-cı indeksə qədər olan hissə. Yəni, bu da i bərabərdir. Boş bir sətir deməkdir. Gəldik while-a. I boş sətirdən fərqlidir. Yox. Artıq while-in şərti pozuldu və dövrdən çıxdıq. Beləliklə, ABC, AB dan çap olunmuş oldu. Cavab olur C variantı. Test nömrə 47. Verilmiş kodun icrasından sonra aşağıdakılardan hansı çap olunacaq? For dövrümüz var. For i in range 1, 7 yazılıb. Gördüyünüz kimi aşağıda if, elif, else ardıcıllığı var. Əvvəlcə belə eləyək. Buradan i-nin aldığı qiymətləri yazaq. 1, 2, 3, 4, 5 və 6. 7 təbii ki, daxil deyil. Və gəldik bura. Əgər i 3-ə bölünürsə, indi belə eləyəcəyik. I-nin ilk qiyməti nədir? 1. Baxaq görək, 1-də if-in şərti ödənirmi? Ödənmir. 3-ə bölünmür. 5-ə bölünürmü? Bölünmür. Else düşəcək. Else nə deyir? Deyir ki, i-ni çap elə. Yəni, 1-in özünü çap elə və end. O birislər bunun arxasından çap olunacaq. Yazdıq, 1-i çap elədi. Və növbəti qiymət 2. 2 if-in şərtini ödəyirmi? 3-ə bölünürmü? Yox. 5-ə bölünürmü? Yox. Else düşürük, 2-ni çap eləyirik. Gəldik 3-ə. 3 if-in şərtini ödəyirmi? Ödəyir. Print, bax, 3-ı çap eləyir bunun yerinə. Yazıram, 3-ı və end. Təbii ki, bunu əvvəl dəfələrlə demişəm. If ödənirsə, elifə, else baxmırıq. 4-ə gəlirik. 4-də if-in şərti ödənirmi? Ödənmir. Elif ödənirmi? 5-ə bölünür, bölünmür. Else düşürük və i-nin özünü, yəni 4-ü çap eləyirik. Sonra gəlirik bura, 5. If-in şərti ödənirmi? Yox. Elifin şərti bəs ödənir. Onda B, E-şi çap olunacaq. B, E-şi. Bunu çap elədik. Və gəldik son qiymət. 6. 6 3-ə bölünürmü? Bəli. Onda çap eləyəcək 3. Və son. Onsa son qiymətimiz 6 idi. Dövrdən çıxmış oluruq. Beləliklə 1, 2, 3, 4, B, E-şi və 3 çap edilmiş olacaq. Yəni Y variantı. Test nömrə 48. Kodun icrasından sonra sum dəyişəninin hansı qiyməti çap olunacaq? Sum bərabərdir 0. For i in range 1, 11. Yenə if, elif, else yazılıb burada gördüyünüz kimi. Gəlin belə eləyək. I-nin aldığı qiymətləri buradan yazaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. I-nin aldığı qiymətlər bunlardır. Və əgər cütdürsə elementi üstünə gəlirik. 3-ə bölünürsə bu zaman elementi çıxırıq. Else digər halda 2 mislini toplayırıq. Burada çox diqqətli olmaq lazımdır. Bunu riyazi olaraq gedə bilərsiniz. Məsələn, cüt olanları götürüb toplaya bilərsiniz. Tək olanları götürüb çıxa bilərsiniz. Yerdə qalanları 2-yə vura bilərsiniz. Ya da bir-bir gedə bilərsiniz. Məsələn, bir-bir getsəz necə gedəcəksiniz? 1-i götürürsünüz. I-nin ilk qiyməti 1-dir. If ödənirmi? Ödənmir. Elif ödənirmi? Ödənmir. Else gəlirsiniz. Sum bərabərdir. Sumın qiyməti 0-dır. 0 üstə gəl. I vur 2. 1 vur 2. 2. 2-ni topladınız. Sonra gələrsiniz növbəti 2 qiymətinə. 2 olanda if-in şərti ödənir. Deyir ki, elə özünü topla. Plus 1-dən də 2 eləyərsiniz. Sonra gələrsiniz bura. 3. 3 olanda if ödənmir, amma elif ödəyir. Deyir ki, 3-ü çıx. Yazarsınız minus 3. Sonra gələrsiniz 4-ə. 4-də if-in şərti ödəyir. If-in şərti ödədiyinə görə 4-ün özünü elə plus i deyir. 4-ün özünü toplayarsınız. Sonra gəlirsiniz 5-ə. 5-də if ödəyirmi? Ödəmir. Elif ödəyirmi? Ödəmir. Else gəlirsiniz. Else də deyir ki, ədədi götür 2-yə vur, topla. 5 deyildi, 2-yə vur, edir 10. Üstə gəl 10. 6-ya gəlirsiniz, 6 if-in şərtini ödəyir, cütdür. O zaman 6-nın özünü topla deyir.
Sum plus i plus 6. Sonra gəlirsiniz 7-yə. 7 ifin şərtini ödəyirmi? Xeyr. Elifin şərtini ödəyirmi? Xeyr. Elsə gəlirsiniz 7 vur 2, 14. Üstünə 14 gəlirsiniz. Gəldik növbəti 8 qiymətinə. 8 qiymətində də baxırıq. İfin şərti ödənirmi? Bəli. Deməli, sum bərabər sum plus i. Yəni 8-in özünü toplayırsınız. Gəlirsiniz 9-a. 9-da if ödənirmi? Yox. Elif ödənirmi? Bəli. O zaman minus 9 eləyirsiniz. Və son olaraq 10 gəlirsiniz. 9-u yazdıq. 10-a gəlirsiniz. 10-da ifin şərti ödənir. Ona görə eləyirsiniz plus 10. İndi bunu diqqətli şəkildə hesablamaq lazımdır. Deməli, gəlin belə eləyək. Bax, bu ikisini götürək. Buradan olsun 1. Bu ikisini də birləşdirək. Buradan da olsun 1. Mənfi 9-dan 10, mənfi 3-dən 4. Və başlayaq hesablamağa. Deməli, 14, bu da 6, 20. Onu da götürək. Olsun 30. 20, onda 30. Bunu da götürək. 38, 39, 40. Bunları da götürək. Olsun 44. 44. Cavabımız varmı? Var. Buradan cavabı aldıq. Başqa cür necə eləyə bilərsiniz? Riyazi yanaşma eləyə bilərsiniz. Bunu da mən sizə qısaca deyim, onu da özünüz hesablayın. Birbaşa götürüb ədədləri buraya yazdınız. Ondan sonra 2-yə bölünənləri seçirsiniz. 2-yə bölünənlər 2, 4, 6, 8 və 10. Bunlarda ifin şərti ödəyəcək. İfin şərti ödədiyinə görə, bax, bunları topla. 10, 18, 20, elə 30 plus 30 buradan gəlir. Sonra gəlirsiniz elifə, 3-ə bölünənlər. 3-ə bölünənlər, bax, 6-nı götürməyəcəksiniz. Niyə götürməyəcəksiniz? Çünki 6-nı if götürüb, ifin götürdüklərini elif götürə bilmir. Elifə nə qalır? Elifə qalır 3 ilə 9. 3 və 9. Bunları çıxmalısınız axı. Bunları toplayana nə eləyir? 9 və 3. Buradan da gələcək mənfi 12. Yəni, minus 3, minus 9 kimi fikirləşin. Və yaxşı, yerdə nə qaldı? Bax, bunlardan istifadə elədik. İstifadə elədiklərimi çıxıram. 9 və 10. Yerdə qaldı 1, 5 və 7. 1, 5 və 7-dən ötürü bunları 2-yə vurub toplamalısınız axı. Bax, deməli, bunu 2-yə vurub toplayası olsaq, 2 buradan. Buradan gəlir 10. Buradan da gəlir 14. Bunları toplayası olsaq, 14, 24, 26. Plus 26 da buradan gəlir. Ümid edirəm ki, səhv eləməmişəm hesablamalarda. Gəlin birdən yoxlayaq. Deməli, 30-dan 26 toplayanda nə olur? Olur 56. Deməli, bundan, bunu topladım 56. Bundan da çıxaq 12-ni, 12 minus daxı. 12-ni çıxdıq, aldıq 44-ü. Artıq kimi hansı üsul sərfəlidirsə, həmin üsuldan istifadə eləyə bilər.